Hazırki məqamda indi bir araşdırmamız var və önəmli araşdırmadır. Məhz İsrailin İranın daxilindəki obyektləri bu cür nöqtə atışı ilə vurması çox önəmlidir. Bu kifayət qədər böyük səs-küyə səbəb oldu. Biz də bu istiqamətdə araşdırma aparmışıq. İsrail Hərbi Hava Qüvvələri ötən gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirdi. Nəticədə İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vuruldu. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-Leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami həlak oldu. Bundan əvvəl hücum nəticəsində 6 nüvə alimi öldürüldü. Daha sonra 3 nəfərin də öldürüldüyü ilə bağlı məlumat gəldi. İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıdığı deyilir. İsrailin hücum strategiyası və Mossad kəşfiyyat orqanlarının gördüyü tədbirlər barədə ətraflı növbəti araşdırmamızda izləyək. Yüksələn şir adlanan əməliyyatın keçirilmə tərzi bir çox ssenari və sualın yaranmasına səbəb olub. İsrail İrana zərbə endirmək üçün 200 təyyarə və 330-dan çox sursatdan istifadə etsə də, hücumların arxasında dayanan əsas güc Mossaddır. Belə ki, ilk olaraq İsrail kəşfiyyatı bir neçə il ərzində hazırlıq görüb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosiyələr toplayıb. Bundan sonra Mossad İran ərazisində kamikadze puallarından ibarət baza yaradıb və 3 gizli əməliyyat həyata keçirib. İranın mərkəzi hissəsində Mossad komando qrupları yüksək dəqiqlikli silah sistemlərini İranın hava hücumundan müdafiə komplekslərinin yaxınlığındakı açıq ərazilərdə yerləşdirib. İsrailin hücumu zamanı bu sistemlər hərbi hava qüvvələrinin İrana ümumi zərbələri ilə koordinasiyalı şəkildə işə salınıb və yüksək dəqiqliklə raketlər buraxılıb. İkinci əməliyyatda İsrail qırıcılarına təhlükə yaradan İranın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün Mossad mürəkkəb zərbə sistemlərini nəqliyyat vasitələrində gizli şəkildə yerləşdirib. Qəfil hücumun əvvəlində bu silahlar işə salınaraq hədəflənmiş İran müdafiə sistemlərini tamamilə məhv edib. Üçüncü əməliyyat çərçivəsində Mossad əvvəlcədən İran ərazisinə yeridilmiş partlayıcı dronlardan ibarət şəbəkə yaradıb. İsrailin hücumu zamanı həmin dronlar aktivləşdirilərək Tehranın yaxınlığındakı Əsvəkabad bazasında yerləşən yer-yer tipli raket buraxılış qurğularına zərbə endirib. Bu qurğular İsrailin strateji obyektləri və mülki əhalisi üçün təhlükə hesab olunurdu. Göründüyü kimi, Mossadın İran daxilində yerləşdirdiyi əməkdaşların peşəkar formada işləməsi qısa zamanda Tehranın böyük itkilər verməsinə gətirib çıxardı. Bir amil isə mənim fikrimcə İran daxilində İsrailə işləyən böyük bir casus şəbəkəsinin olması ehtimalıdır. İsrailin İrana qarşı daha öncə həyata keçirdiyi əməliyyatlarda da görünürdü ki, bu cür əməliyyatları təkcə kənardan həyata keçirmək mümkün deyil, qeyri-mümkündür. Son əməliyyat da bunu bir daha geniş bir formada həyata keçirilən son əməliyyat da bunu bir daha təsdiqlədi. Bu şəbəkə həm İsrail tərəfindən İrana göndərilən kəşfiyyatçılar da ola bilər, o cümlədən İran vətəndaşları da ola bilər, yəni bu da istisna edilməməlidir. Təbii ki, İsrailin hərbi gücünün arxasında təkcə Mossadın peşəkarlığı dayanmır. Təl-Əvivin istifadə etdiyi hərbi texnika və sursatın böyük bir qismi ya Birləşmiş Ştatlardan ortaq hazırlanır, ya da ixal edilir. Bu isə İsrailin geniş və güclü silah inventarına sahib olmasına səbəb olur. Bundan əlavə, Yahudi lobbisinin əlçatanlığı görməzdən gəlinməyəcək qədər böyükdür. Demək olar, bütün böyük şirkətlər, bir çox dövlət adamı Yahudi lobbisinin tələbləri fonunda hərəkət edir. Siyasi arenada böyük dövlətlərin İsraili dəstəkləməsi və Təl-Əvivin əməllərini göz yummasının arxasında da bu dayanır. İsrail yapılanmasıyla uluslararası kamuoyunda büyük destekçileri olan bir ülkedir. Başta Amerika Birleşik Devletleri olmak üzere Avrupa ülkelerinin sınırsız desteğini arkasına almasıyla bilinmektedir. Bununla beraber İsrail'in gücü istihbarat yapılanmasından kaynaklıdır. İsrail çok iyi yetişmiş Mossad elemanlarını ülkelere ve hedef gösterdiği alanlara yerleştirerek gömülü haber elemanları vasıtasıyla ve yerelden temin ettiği istihbarat ağıyla kendisine büyük bir güç əldə etmişdir. Digər tərəfdən bir qrup ekspertin fikrincə, hər nə qədər İsrail kəşfiyyatı güclü olsa da, İran daxilindən bəzi şəxslərin də yüksələn şir əməliyyatının baş tutmasında əli var. Çünki Tehran Təl-Əvivin və yaxud da digər dövlətlərin rahatlıqla məhv edə biləcəyi ölkə deyil. Kəşfiyyat məlumatları ilə müəyyən bir yerə qədər zərbələr endirmək olar. Bu səviyyədə hücumun arxasında böyük ehtimalla dövlət daxilindən bəzi adamların köməyi olub. Tamam, görüntü itibariyle uluslararası kamuoyuna, basına ve bütün görsel medyaya yansıyan İsrail'in gece İran'ın hedeflerine saldırması. Fakat ona yakın üst düzey komutanın öldürülmesi
Bu tamamen tesadüfen ve hatta İsrail istihbaratının çok büyük başarısı şeklinde değil. İçeriden bir mekanizmanın bu sistemi dünyaya ve hatta İsrail, Amerika eksenli haber ederek bunların tasfiye edilme sürecini başlatmış oldu. Hər bir halda yüksələn Şir əməliyyatının böyük uğurla tamamlanmasında İsrailin peşəkarlığından savayı İranın da zəifliyi səbəb olub. Uzun müddətli Birləşmiş Ştatlar və İsraili qarşısına alan Tehran hər cür əməliyyata hazırlıqlı olmalı idi.